Bugün sizlərlə yeni nəşr test toplusundan funksiyanın böhran nöqtəsi, funksiyanın artma azalma aralıqları, ekstremum nöqtələri və ən böyük ən kiçik qiymətlərinin tapılması. Yəni, törəmə bölməsindən izahlar olacaq. Amma bu izahların içərisində bəzi dərslərə də toxunacağım. Məsələn, birinci sualımızda bizə deyir ki, verilən sualda y bərabər x kvadratı üstəgəl 6x funksiyasının ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapmaq üçün biz ilk öncə funksiyanın əvvəlcə böhran nöqtəsini tapmalıyıq. Böhran nöqtə nədir? Böhran nöqtə funksiyanın törəməsinin sıfıra bərabər olduğu və ya törəməsinin heç olmadığı nöqtələrdir. Baxın, bunun böhran nöqtəsi x kvadratı üstəgəl 6x-in törəməsini tapın və bərabərləşdirin sıfıra. 2x üstəgəl 6 bərabər 0, 2x bərabərdir -6 və x da bərabərdir -3. Deməli, x-imizin -3 nöqtəsi böhran nöqtədir. İndi böhran nöqtədə bunun ən kiçik qiymətini tapmaq istəyiriksə, aparıb təbii ki, bunun -3-ü funksiyanın özündə yerinə yazmalıyıq. Amma bunu yazmadan əvvəl bunun ən kiçik qiymət olduğunu necə göstəririk? Baxın, bu funksiyada -3 qiymətindən sağda alacağı qiymətlərdə müsbət, solda alacağı qiymətlərdə mənfi alır. Yəni, bu funksiyanın minimum nöqtəsidir, kiçik qiymətidir. Aparıb funksiyada yerinə yazsam -3-ü, -3-ün kvadratı plus 6 vur -3, 9 çıxılsın 18, cavabımız eləyəcək -9. Bu oldu birinci sualımızın həlli. Növbəti sualda da yenə ən kiçik qiymətini istəyir. Deməli, biz addımları artıq bildik ki, hər birini hesablamaq üçün ilk öncə böhranı hesablamalısınız. Bu da çoxhədli funksiyasıdır. Çoxhədli funksiyaların da böhran nöqtəsi y bərabər x kvadratı üstəgəl 4x. Böhran nöqtəsini tapmaq üçün törəməni tapıram. 2x üstəgəl 4 bərabərləşdirirəm sıfıra. Bu -2 nöqtəsi bunun ən kiçik qiymət aldığı nöqtədir. -2-ni aparıb funksiyanın özündə yerinə yazıram. 4 vur -2, 4 çıx 8, beləliklə cavabımız eləyəcək -4. Üçüncü sualda isə yenə çoxhədli funksiyasıdır və burada sizdən sadəcə soruşur ki, böhran nöqtəni tap. Fx bərabərdir, x-in kubu çıxılsın 27x. Gəlin böhran nöqtəsini tapaq, törəməni tapaq. Deməli, törəməsi verəcək 3x kvadratı minus 27. Çoxhədli funksiyası olduğu üçün birbaşa sıfıra bərabərləşdirirəm. Hər bir həddi 3-ə bölürəm. Alınır x kvadratı bərabər 9. Bəli, bunun iki böhran nöqtəsi var. Biri müsbət 3, biri -3. Doğru cavab B variantı. Sonra keçək dördüncü suala. Dördüncü sual fx bərabərdir. X-in kvadratı üstəgəl 2x. Funksiyanın böhran nöqtəsini tapın deyir. Yenə də törəməni tapıram və bərabərləşdirirəm sıfıra. 2x üstəgəl 2 bərabər sıfıra. 2x bərabərdir -2, x bərabərdir -1-ə. Deməli, -1 C variantı funksiyanın böhran nöqtəsidir. Davam edək növbəti qrafik sualı ilə. Baxın, qrafik sualında hər zaman qrafiklər verilərkən nəyə diqqət edin? Sizdən minimum nöqtə istəyir. Minimum nöqtə funksiyanın azalmadan artmaya keçdiyi nöqtələrdir. Hansı ki, amma burada minimum nöqtələr funksiyanın özündə verilibsə, baxın hansılardır, üstündə ilə qeyd edəcəm. Azalmadan artmaya keçən nöqtənin biri budur. Biri bu nöqtədir, minimum nöqtə. Funksiya baxın, azalaraq gəlir, ən minimum qiymətdən alır və artaraq davam edir. Deməli, bunun neçə minimum nöqtəsi var? 3 dənə minimum nöqtəsi var. Qalan o nöqtələr isə artmadan azalmaya keçən nöqtələr isə maksimum nöqtələrdir. Deməli, burada 3 dənədir. Növbəti də deyir ekstremum. Uşaqlar, ekstremum deyəndə ikisi də nəzərdə tutulur. Ekstremum nöqtələrin içində həm maksimum var, həm minimum. Gəlin sayaq görək hansılardır. Baxın, bu yuxarıdakı maksimumdur. Aşağıdakı nöqtə minimumdur. Yuxarıdakı maksimumdur, aşağıdakı minimumdur. Yəni, bunlar lokal maksimum, lokal minimumdan söhbət gedir. Yuxarı yenə də maksimum, aşağı minimum bura. Burada maksimum, aşağı minimum və burada minimum. Gəlin görək neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə nöqtə olacaq. Cavab A variantında var. Növbəti funksiya çoxhədli funksiyasıdır yenə də həmçinin 7-ci sual və böhran nöqtə istəyir. Fx bərabərdir. 6-da 1 x kvadratı minus 4-də 1 x üstəgəl 15. Baxın, bizdən burada böhran nöqtəni istəyir. Necə tapa bilərik? Əvvəlcə tapıram törəməni.
3'də 1 x minus 4'də 1 bərabərləşdirirəm 0-a. 3'də 1 x bərabərdir 4'də 1-ə, x da bərabərdir 4'də 3-ə. Deməli 4'də 3 bu funksiyanın böhran nöqtəsidir, yəni bu da 0,75 B variantı. 8-ci sualda yenə də çoxhədli funksiyadır. Ümumiyyətlə, çoxhədli funksiyaların böhran nöqtəsini tapanda sadəcə törəməni tapıb sıfıra bərabərləyirik. Çünki onların kəsilənlik nöqtəsi yoxdur deyə rahat tapmaq olur. Törəməsini tapıram, 2 önə keçir, olur 2'də 1 x. 5'də 1 x-in törəməsi 5'də 1 bərabər 0. 2'də 1 x bərabərdir 5'də 1-ə, x da bərabərdir 5'də 1 vur, deməli, 2. Tərsinə vurduq. Bu da eləyəcək 5'də 2, yəni 0,4. Oldu, bu da 8-ci sual. Keçirik növbəti suala baxırıq. Növbəti sual 9-cu sual. 9-cu sualda deyir ki, yenə də böhran nöqtəni tap. Baxın, fx bərabərdir, y üstü x vurulsun 3x minus 5. Bu mürəkkəb funksiyadır. Amma əvvələ siz o qüvvəti vurun, açın, birinci sadələşdirin. Mürəkkəb funksiyaların böhran nöqtə tapmaq üçün yenə mən törəmə tapıb sıfıra bərabərləşdirirəm. Yalnız mürəkkəb funksiyaların törəməsini necə tapırdıq? Ötən dərsdə biz demişik ki, birinci yuxarıda qüvvətin törəməsi, bir də y-nin bütöv törəməsi tapılmalıdır. Burada iki funksiya var təbii ki. Mürəkkəb o deməkdir ki, siz o ikisinin də törəməsini tapacaqsınız. Bunun törəməsi eləyəcək 6x minus 5. Y-nin də törəməsi elə özünə bərabərdir. İndi bunları sıfıra çevirən nöqtəni axtarıram. Bunu sıfıra çevirmək olmaz, amma 6x minus 5'i sıfıra çevirən nöqtə var və x da bərabərdir 6'da 5 olur. Cavab D variantı. Onuncu sual. Fx bərabərdir x-in kvadratı ln x. Bunun törəməsi. Təbii ki, burada da böhran nöqtə tapıb sıfıra bərabərləşdirməliyik, lakin burada hasildir. Deməli, birinci x kvadratının törəməsi vur ln x, üstə gəl, ln x-in törəməsi vur x kvadratı. X kvadratının törəməsi 2x ln x. Ln x-in törəməsi 1 bölü x kvadratı. X kvadratları getdi. 2x ln x plus x bərabər 0. X-i çıxartdım. 2 ln x üstə gəl 1 bərabər 0. Bir kökü eləyəcək x bərabər 0. Digər kökü də 2 ln x bərabərdir mənfi 1-ə. Ln x mənfi 2'də 1'dir. Və x da bərabərdir. Y üstü, ln'in əsası y olduğu üçün y üstü mənfi 2'də 1. Yəni 1 bölünsün kök altında y kimi yazmaq olar. Bir kökü 0 çıxdı, bir kökü 1 bölünsün kök altında y. Yalnız biz bilirik ki, ln x-daki x heç vaxt 0 ala bilməz. Ona görə bu kənar kökdür. Y 1 bölünsün y olacaq B variantı doğru cavab. Keçirik 11-ci suala. Azalma intervalın soruşur. Azalma intervalında da təbii ki, biz törəmədən, böhran nöqtədən istifadə edəcəyik. Necə? Azalma intervalı o deməkdir ki, əgər bir funksiyanın törəməsi 11-ci sualdan söhbət gedir, kiçikdirsə 0-dan, həmin aralıq bir dəqiqə artma. 11-də artma soruşur. Artma soruşursa böyük bərabər 0-dırsa artma intervaldır. İndi funksiyanı köçürək. Fx bərabərdir x ln x-dır. Törəməsi nə verər bunun? Hasilin törəməsi kimi tapılacaq. X-in törəməsi vur ln x. Üstə gəl ln x-in törəməsi vur x. X-in törəməsi 1'dir, vur ln x qalır. Ln x-in törəməsi 1 bölü x vur x. Böyük bərabər olacaq 0-dan. Deməli, ln x üstə gəl 1 böyük bərabər 0-dan. Ln x böyük bərabər mənfi 1-dən. Və x böyükdür bərabərdir y üstü mənfi 1-dən. Yəni, y-də 1-dən böyük ədədlər. Y-də 1-dən böyük ədədlərdə y-də 1 müsbət sonsuzluq. Deyirən kiçik tam ədəd tap. Baxın, y-də 1 neçədir? Y təxminən 2,7-dir. Y-də 1 də 27-də 10 etsin. Haradasa 0-dan neçə? Ondan böyük ilk ədəd təbii ki 1 olacaq. O da cavab Y variantında var. Yaxşı, davam. Növbəti suala baxaq. Növbəti 12-ci sualda da həmçinin fx bərabərdir mənfi x ln x-in törəməsi.
Mənfi x-in törəməsi vur ln x üstəgəl mənfi x vur ln x-in törəməsi. Bərabərləşdirdik sıfıra. Mənfi x-in törəməsi mənfi 1 ln x. Minus x vurulsun. Ln x-in də törəməsi 1 bölü x. Sıfıra. Mənfi ln x çıx 1 bərabər 0. Mənfi ln x bərabər 1. Ln x bizdən amma artma aralığını soruşur. Artma aralığını soruşursa gəlin heç bir dəfəlik elə götürək. Azalma aralığını. Baxın, bir dəfəlik necə götürək? Azalma aralıq dediyi üçün törəmə orada sıfırdan kiçik bərabər olmalıdır. Elə bu şəkildə də həll edək. Deməli, ln x kiçikdir, bərabərdir mənfi 1-dən. X da kiçik bərabərdir. Deməli, mənfiyə böldüyümüz üçün amma əslində, bax, burada dəyişim olacaq. Gəlin onu düzəliş verək. Mənfi ln x kiçikdir, bərabərdir 1-dən. Amma mənfiyə böldüyümüz üçün işarənin yönü dəyişəcək mənfi 1-dən. Yəni, x böyükdür y üstü mənfi 1-dən. Y üstü mənfi 1-də bizə y-də 1 verir. Yəni, 1 bölünsün 2,7 edir hansıda təxmini. Y-də 1-dən böyükdür. Y-də 1 müsbət sonsuzluq. İndi deyir ki, yenə də intervalına daxil olan ən kiçik tam ədəd, təbii ki, burada da olacaq 1. Çünki y-də 1, bir də ona izah verim, orada problem qalmasın. Çünki baxın, bu y-də 1-dən böyük ədədlərin tərkibinə yenə də nə daxildir? 2,7-dən 1 bölünsün 2,7. Yəni 27-də ondan böyük ədədlər. 0 tam neçəsə olur. Ortaq ondan sonra gəlmiş tam ədəd 1-dir. Sonra keçirik 13-cü suala. 13-cü sualda funksiyanın ekstremum nöqtəsi istəyir. Biz biraz əvvəl nə dedik? Dedik ki, ekstremum nöqtə onun maksimum və minimum nöqtələri deməkdir. Y bərabər modulda 3x-15 funksiyasının ekstremumunu axtarırsınızsa əgər, modulda 3x-15 bərabərdir. Sıfıra bərabərləşdiririk. İçərisini sıfıra çevirən nöqtə onun ekstremumudur. Baxın, bu onun ekstremum nöqtəsidir. Ekstremumu soruşsa, o da təbii ki, sıfırdır. Yerinə yazanda bu. Çünki ekstremum demək, funksiyanın maksimum minimum nöqtəsi deməkdir. Maksimum minimum nöqtədə funksiyanın ümumiyyətlə y bərabərdir. X plus a şəklində olan bütün funksiyaların ekstremum nöqtəsi modulusinin sıfıra çevrildiyi nöqtədir. Yəni, qırılma nöqtəsidir. Keçək növbəti 14-cü suala. Deyək ki, 14-cü sualda jx bərabərdir. A vurulsun, fx funksiyası bütün aralıqda artan olar. Yəni, sıfırdan böyük olar, böyük bərabər olar. Və sizə verib ki, A sıfırdan fərqlidir. Baxın, bunun müsbət olması üçün ya bunların ikisi də müsbət olmalıdır, ya bunların ikisi də mənfi olmalıdır ki, siz bunun cavabını böyük sıfır alırsınız. Baxaq görək, ikisinin də müsbət olduğu yer varmı? Xeyr, amma ikisinin də mənfi olduğu yer var. Y variantında doğru nəticə var. Yəni, şərt artanlıq şərtidirsə, törəmə sıfırdan böyük olmalıdır. Növbətisi azalanma. Baxın, növbəti 15-ci sualda azalandan söhbət gedir. Yəni, sizin yazdığınız jx funksiyası A vurulsun fx kiçikdir sıfırdan. Deməli, azalan olması üçün, işarə mənfi olması üçün ya bu müsbət, bu mənfi olmalıdır, ya bu mənfi, bu müsbət olmalıdır. Deməli, müsbət mənfi, biri müsbət, biri mənfi varmı? Bəli, A variantında var. Bu belə. Növbəti 16-cı sual. 16-cı sual funksiyanın artma aralığını soruşur. Təkrar eləyək. Funksiyanın artma aralığını tapmaq üçün ilk öncə onun törəməsi tapılır və sıfırdan böyük bərabər götürülüb həll olunur. Deməli, 4x minus 12 böyük bərabərdir sıfırdan, 4x böyük bərabərdir 12-dən, x da böyük bərabərdir 3-dən. Onda bunun artma aralığı 3 müsbət sonsuzluq. Keçək 17-ci suala. Y bərabərdir 3x-in kvadratı minus 18x funksiyasının azalma aralığını tapın. Azalma aralığını tapmaq üçün uşaqlar törəmə tapırıq və kiçik bərabər 0 götürürəm. 6x minus 18 kiçikdir bərabər 0. 6x kiçik bərabər 18, x da kiçik bərabər 3-dən. 3-dən kiçik mənfi sonsuzluqdan 3-ə qədər olur. Y variantı doğru nəticə olacaq. Keçək 18-ci suala. Y bərabərdir y üstü mənfi 3x minus 3x.
Azalma aralığı soruşur. Kiçik bərabər 0 eləyin. Baxın, y üstü mənfi 2x mürəkkəb funksiyadır. Bir dəfə mənfi 2x-in törəməsi, bir dəfə y üstü mənfi 2x-in törəməsi. Minus 3x-in da törəməsi ilə 3-dür. Mənfi 2x-in törəməsi mənfi 3-dür. Y-nin də törəməsi elə özüdür. Minus 3 kiçik bərabər 0. Hər tərəfin mənfi 3-ə bölsək bu bərabərsizliyin. 1 bölünsün y üstü 3x üstə gəl 1 böyük bərabər 0. İndi siz bu bərabərsizliyi həll etməyi düşünəndə bir şey fikirləşin ki, bərabərsizliyi həll etmək onun dəyişəninin hansı qiymətlər aldığını tapmaq deməkdir. Burada əslində x-in baxsaq qiymətlərinə ki, x istənilən qiyməti ala bilər. Çünki bu üstü funksiyadır. Üstü funksiyada x-a nə verirsiniz? Verin, axırda bir müsbət cavabı alacaqsınız. Deməli, bunun həllər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Doğru cavab. Bu da oldu 18-ci sual. Keçək 19-a baxaq. On 9-cu sual. Y bərabərdir y üstü mənfi 5x çıxılsın 5x. Deməli, azalma aralığını tapın. Törəmənin kiçik 0. Bir dəfə mənfi 5x-in törəməsi. Vur y üstü mənfi 5x. Çıxılsın mənfi 5x-in törəməsi 5 kiçik bərabər 0. Mənfi 5 y üstü mənfi 5x çıx 5 kiçik bərabər 0. Y üstü mənfi 5x üstə gəl 1 böyük bərabər 0 və y üstü mənfi 5x-i yaza bilərik. 1 böl y üstü 5x düzdür. Üstə gəl 1 bərabər 0. Yenə də baxın, siz x-in yerinə hansı qiymətləri yazırsınız yazın, bu y müsbətə çevirəcək. Müsbətin üstünə də 1 gələndə əlbəttə bu müsbət eləyəcək. Deməli, burada da həmçinin x-a bütün həqiqətləri yazmaq olar. 19 belə. Keçək 20-ci suala. Deyir, funksiyanın böhran nöqtəsi yoxdur. Yadınıza salın, böhran nöqtəni necə tapırdınız? Törəməni sıfıra bərabərləşdirdik. Əvvəl siz bunun bir böhran nöqtəsini tapın. Görək, böhran nöqtəsi dedikdə daha doğrusu funksiyanın törəməsini tapın. Görün necə bir tənliyə alınacaq. Bunun törəməsi verəcək 3x kvadratı plus 6x plus a. Burada isə funksiyanın böhran nöqtələri yoxdur deyir. Gəlin əvvəlcə funksiyanın törəməsini tapın. X kubu üstə gəl 3x kvadratı üstə gəl ax üstə çıxılsın 1-in törəməsi. Törəməsi verəcək 3x kvadratı üstə gəl 6x üstə gəl a. Bərabərdir. Baxın, böhran nöqtəsini tapmaq üçün sıfıra bərabərləşdiririz. Necə eləyə bilərik ki, bu tənliyin kökü olmasın, böhran nöqtəsi olmasın? Diskriminantını mənfi etməklə. Diskriminant nədir? 36 minus 4 vur 3 vura. Bu kiçik sıfır olmalıdır. 36 kiçikdir 12a-dan. A da böyükdür 3-dən. 3-dən böyük qiymətlərdə bəli, bu böhran nöqtə olmayacaq. Növbəti sual 21-ci sualda da yenə həmçinin y bərabərdir x-in kubun plus 6x kvadrat minus 4ax plus 1. Baxın, törəməsi nə verir? 3x kvadratı plus 12x minus 4a. Kiçikdir 0 olmalıdır. Törəməsini tapdıq. İndi diskriminantını tapaq. Diskriminant 144 üstə gəl. 12-ni 4-ə vuranda 48a. Kiçik 0 olmalıdır. 144 kiçikdir mənfi 48a-dan. A da böyükdür mənfi 3-dən. Deməli, A-nın mənfi 3-dən böyük qiymətlərində böhran nöqtə olmayacaq. Növbəti 22-ci suala baxırıq. 23-ci sualda parçada ən kiçik, ən böyük qiymət soruşur. Əgər sizdən parçada ən böyük, ən kiçik qiymət soruşursa, yenə həmçinin funksiyanın ilk növbədə böhran nöqtəsini tapmalısınız. Böhran nöqtə necədir? Törəməni bərabərləşdirirsiniz 0-a. 4x, kök altı x-in törəməsi 1 bölü 2 kök altı x bərabər 0-a. 4x bərabər 1 bölü 2 kök altı x. Tənasüb şəklində vursaq 8, x kökdə x bərabərdir 1-ə. Deməli, bu x-i kökün altına daxil etsəz, alınacaq kökdə x kubu bərabər 8-də 1. Hər iki tərəfində kvadrata yüksəldin, x kubu 64-də 1 edər və x-imiz eləyəcək 4-də 1. Baxın, bu böhran nöqtə, əgər sizə göstərilən bu parçaya düşürsə, yəni 0 ilə 1 arasında 4-də 1 yerləşirsə, o zaman siz həm bu böhran nöqtəni, həm də həmin parçanın uc nöqtələrini, hansı ki 0 ilə 1-dən söhbət gedir, funksiyada aparıb yerinə yazın. Aparın bu funksiyada x-ların yerinə 0 yazın, görəcəksiniz alınır 1.
Bir yazsaq nə alınar? Bir yazsaq alınar 2 minus kökdə 1 üstəgəl 1 2 eləyəcək. Axı biz kiçik qiymət axtarırıq. 4də 1-i də 1 yazaq yerinə. 4də 1-i yazsaq 2 vurulsun 16-da 1. Çıxılsın kök altda 4də 1 üstəgəl 1. Bu da eləyəcək 8-də 1 minus 2-də 1 plus 1. Bunu da toplasaq 8-də 5 edər. Deməli bu funksiyanın bu üç qiymətdən ən kiçiyi 8-də 5-dir deyə cavab D variantı olacaq. Keçək 23-cü suala. Yenə həmçinin 23-cü sualda da eyni qayda ilə. Deməli, ən böyük ən kiçik qiymət tapmaq üçün parçada ilk məqsəd onun böhran nöqtəsini tapmaqdır. Böhran nöqtəni tapaq. 4x minus 1 bölünsün 2 kök altı x bərabər 0-a. 4x bərabər 1 bölü 2 kökdə x. 8 kök altında x kubu bərabər 1-ə. X kubu yenə də həmçinin 64-də 1. Ən kiçik qiymət x 4-də 1 çıxır. Deməli, 4də 1 həmin parçaya daxildirmi? Bəli, daxildir. Yenə də daxildirsə əgər, aparıb hesablayaq yerinə yazıb, 0-ı yazanda 2 eləyəcək. 1-i yazanda cavab 3 eləyir. 4də 1-i yazanda 2 vurulsun 16-da 1, 4də 1-dən kök 2-də 1 çıxır, plus 2. Deməli, 8-də 1 çıx 2-də 1 üstəgəl 2. Bu da verəcək 8-də 2 çıxılsın 8-də 3. 8-də 13. Bizdən nə istəyir? Ən kiçik qiymət 8, 13 elə bu 3 qiymətdən ən kiçiyi olacaq. Növbəti 24-cü sualda funksiyanın minimum nöqtəsini istəyir. Bəs gəlin görək, bir funksiyaya maksimum minimum tapmaq üçün hansı addımları getmək lazımdır? İlk öncə funksiyaların böhran nöqtəsi tapılır ki, hansı böhran nöqtələri var, harada törəməsi 0-dır. 3x kvadratı üstəgəl 6x bərabərdir 0-a. 3-ə bölsəm, x kvadratı üstəgəl 2x bərabər 0-a. X-i çıxartsam, x plus 2 bərabər 0-a. Bir kökü 0-dır, bir kökü də mənfi 2-dir. Deməli, bunun böhran nöqtəsi 2 dənədir. Daha sonra, koordinat sistemində ədəd oxunda mənfi 2 ilə 0-ı qeyd edirəm. Və indi, törəmə hardadır? Bax, buradaydı da, törəməni 0-a bərabərləşdirdiniz. Bunları aparaq orada yerinə yazıb işarət təyin edək. 0-dan sağda bir ədəd götürsəniz, müsbət alınacaq. Mənfi 2 ilə 0 arasında mənfi 1 götürsəniz, mənfi 1, 1, minus 2 mənfi eləyəcək. Və ən nəhayətində mənfi 2-dən solda nəsə seçsəniz, deməli mənfi məsələn 3, bu da mənfi 3 seçdiniz, 9 minus 3, 6 müsbət eləyəcək. İndi baxın. Əgər siz bu işarəni təyin edəndən sonra böhran nöqtənin hansındasa müsbətdən mənfiyə keçid varsa, bu nöqtə onun maksimum nöqtəsidir. Mənfidən müsbətə keçid varsa, bu nöqtə onun minimum nöqtəsidir. Deməli, bizim maksimum nöqtəmiz mənfi 2-dir, minimum nöqtəmiz 0-dır. Sizdən minimum istəyir, 0-dır. İndi heç bu yazını silməliyək, çünki altda maksimum nöqtə istəyir. Maksimum nöqtə, baxın, əgər nöqtə, hər hansı bir A nöqtəsi müsbətdən mənfiyə keçid eləyibsə, bu onun maksimum nöqtəsidir. Yox, hansısa bir nöqtə mənfidən müsbətə keçid eləyibsə, onda bu onun minimum nöqtəsidir. Burada da eyni misallıqda həm maksimum, həm minimum soruşur. Burada da olacaq B variantı. Sonra 26-cı suala baxaq. Deyir, qrafikdən f'(x) kiçik 0, f'(x) kiçik 0 olmağı funksiyanın qrafikinin azalan olmağı deməkdir. Hansı qrafikdə azalanlıq var? Təbii ki, A variantında. Funksiya soldan sağa gedərkən qiymətlər kiçilir. Deməli, A variantı azalandı. 27-ci sualda deyir, funksiyanın ən böyük qiymətini tap. Y bərabərdir 1 bölünsün x kvadratı üstəgəl 2x üstəgəl 10. Əvvəla funksiyanın ən böyük qiymətini tapmaq üçün onun məxrəcinin ən kiçik qiymətini tapmaq lazımdır. Bu kvadrat üçədlidir. Siz əvvəllər bunu kvadrat üçədli formasında həll edib tapa bilirdiniz. Amma biz indi kvadrat üçədli olmadan bunu necə eləyə bilərik? Gəlin ona baxaq. Deməli, kvadrat üçədli olmadan ən kiçik qiymətini tapmaq üçün əvvəlcə törəməsini tapıram. X-in kvadratı üstəgəl 2x üstəgəl 10. Törəmə tapılır, bərabərləşdirilir 0-a. 2x plus 2 bərabər 0-a. X-imiz mənfi 1-dir. Deməli, bu mənfi 1-də ən kiçik qiymətini alır. Aparaq X-a mənfi 1 yazaq. Bu da verəcək bizə 1 çıx 2 üstəgəl 10. O da verəcək 9-da 1.
A variantı doğru nəticə olur. Növbəti sualda funksiyanın qrafiki verilmişdir. Aşağıda verilənlərdən deyir, hansı yanlışdır? Baxın, törəmə mənfidir yazıb, törəmə müsbətdir, törəmə müsbətdir. Törəmənin mənfi müsbət olduğunu hardan bilirik? Əgər hansısa bir nöqtədə törəmənin mənfi olmasını istəyirsinizsə, onda orada funksiya azalan olmalıdır. Yox, harda törəmənin müsbət olmasını istəyirsinizsə, onda orada törəmə mənfi olmalıdır. Müsbət olmalıdırsa artan olmalıdır. Baxın, sizə mənfi 4,7 verib. 4,7 hardadır? Baxın, 5 ilə 4-ün arasında burada. Bu hissədə qrafikə fikir verin, azalandı. Bu mənfidir. Deməli, bu doğrudur. Sonra verib ki, burada mənfi 4-də böyükdür 0-dan. Aparaq mənfi 4-ü tapaq. Bu mənfi 4 hardasa bu nöqtədədir. Bu yerdə qrafikimiz artmağa doğru gedir. Bax, bu qaraladığımız nöqtədə. Deməli, 0-dan böyükdür. Daha sonra f mənfi 3. Mənfi 3 hardadır? O da hardasa təxmini burada. Təbii ki, burada. Baxın, qrafik üzü yuxarı doğru gedir. Artandır. Artansa müsbətdir. Növbəti f mənfi 1. F mənfi 1-ə baxın. F mənfi 1 buradadır. Bu kəsdiyi nöqtə f mənfi 1 azalma xətti nöqtəsidir. Deməli, törəmə orada mənfidir. Düzdür bu da. F2. F2 buradadır. 2 nöqtəsi 3-lə 1-in arasında. Bunun arasında qrafikin üzərindən gələndə qrafik azalan xəttlə gedir. Əslində mənfi olmalıdır. Sadəcə kitab yazıb müsbətdir. Deməli, bu yanlışdır. Davam edək 29-cu sualla. Deyir, hansı yanlışdır? Yenə də həmçinin. Gəlin burada baxaq. 2,5 aşağıdandır qrafik üzərindən. Daha doğrusu 2,5 aşağıdan da ama burada yerləşir. Yenə də qrafik üzərindən mənfidir. Fikir verin qiymətinə. 2 nöqtəsinə bu azalan xətt üzrə gedir. Azalan xətt üzrə gedirsə, azalan yox, daha doğrusu artan xətt üzrə gedir. Törəmə müsbətdir. Deməli, bu doğrudur. Burada da həmçinin yanlış istəyir. F məsələn mənfi 4,7. Hardadır burada? Burada da həmçinin qrafik azalandı, törəmə mənfidir. F mənfi 3. Bu da azalandı. F mənfi 3 də törəmə, daha doğrusu artandı, törəmə müsbətdir. Deməli, bu üçü doğru çıxdı. F 0,8. 1 ilə 0 arasında, bax, burada azalandı qrafik. Azalansa mənfidir. Deməli, bu da doğrudur. F mənfi 1. Mənfi 1-də funksiya azalandı, amma bu müsbət yazıb səhv Y variantında olacaq. Növbəti 30-cu sual qrafik sualıdır. Sizdən minimum nöqtələri istəyir. Yadda saxlayın. Minimum nöqtələr funksiyada mənfidən müsbətə keçən yerlərdir. Hansı ki, minimum nöqtələr mənfidən müsbətə keçən nöqtələrdir. Mənfidən minimum nöqtələr, mənfidən müsbətə keçən nöqtələr minimumdur. Deməli, siz burada mənfidən müsbətə keçən nöqtələri axtarırsınız. Baxın, mənfi 9-da mənfidən müsbətə keçir. Bu minimumdur. Kəsdiyi nöqtələr, apsis oxu üzərində kəsdiyi nöqtələrdən axtarır. Burada müsbətdən mənfiyə keçir. Bu olmaz. Amma baxın, bu 0 nöqtəsində mənfidən müsbətə doğru gedir. Bu olar. Daha sonra 5 nöqtəsi, baxın 5-dir. Niyə 3-ü götürmədim? Çünki 3-də müsbətdən yuxarıdan aşağı doğru düşür. Bu olmayacaq. Amma burada mənfidə aşağı, yuxarı müsbətə gedir. Deməli, hansı nöqtələrdə oldu? Gəlin bir baxaq. Bir nöqtə mənfi 9, bir nöqtə 2-də 0-da oldu, bir nöqtədə 5-də oldu. Onların da cəmi eləyəcək mənfi 4. Maksimum nöqtə dedikdə isə uşaqlar, müsbətdən mənfiyə keçən nöqtələri axtarırsınız deməkdir. Müsbətdən mənfiyə keçən nöqtələr hansılardır? Deməli, kəsdiyi nöqtələrdə müsbətdən mənfiyə bir bu keçir. Müsbətdən mənfiyə bir bu keçir. Deməli, bunlar müsbətdən mənfiyə keçən nöqtələrdir. Başqa varmı ki, müsbətdən mənfiyə keçən nöqtə? Xeyr. Deməli, onda burada bir mənfi 2 nöqtəsidir, bir də 3 nöqtəsidir. Bu da verəcək bizə başqa 1, müsbət 1 D variantı. Keçdik növbəti 32-ci suala. 32-ci sualda deyir, funksiyanın azalma aralığını tapın. Fx bərabərdir 3 vurulsun 3 üstü x plus 2 vurulsun 3 üstü mənfi x. Baxın, bunun törəməsini 0-a bərabərləşdiririk. Törəmə nədir? 3 üstü x-in törəməsi 3 üstü x elin 3-dür. Amma siz gördüyünüz kimi 3 üstü mənfi x mürəkkəbdir. Siz bir dəfə mənfi x-in törəməsini tapmalısınız. Bir dəfə də 3 üstü mənfi x-in törəməsi. 3 üstü x-in mənfi x-in törəməsi nədir? Mənfi 1. Bu olacaq artıq mənfi 2.
3 üstü mənfi x-in da törəməsi 3 üstü mənfi x ln 3-dür. Və azalma aralığı deyir əslində. Azalma aralığı deyirsə birbaşa kiçik 0. Hər tərəfini biz bunun ln 3-ə bölsək, 3 vurulsun 3 üstü x minus 2 bölünsün 3 üstü x kiçikdir 0-dan. İndi bunu həll etmək lazımdır. Deməli, 3 üstü x-a bir t də deyib həll edə bilərsiniz. Elə bu şəkildə də yazmaq olar. 3 üstü x-ı deməli, hər tərəfini 3 üstü elə bir x-a vursam, 3 vur 3 üstü x-in kvadratı minus 2 kiçikdir 0-dan. 3 üstü x-in kvadratı kiçikdir. Hətta burada kiçik bərabər də yazmaq olar. Çünki bu uc nöqtələri alır artıq. Qeyd etmək olar. Bu da eləyəcək 3-də 2. Kök alsam əgər bundan 3 üstü x kiçikdir bərabərdir 3-də 2-nin kökü. Və artıq siz buradan x-i tapanda x kiçik bərabər olacaq loqaritma. Deməli 3 əsasdan 3-də 2. Bu da kök olduğu üçün x kiçikdir bərabərdir 2-də 1 loqaritma 3 əsasdan 3-də 2. Kiçik bərabərdir o deməkdir ki, mənfi tərəf alır. Yəni mənfi sonsuzluqdan 2-də 1 loqaritma 3 əsasdan 3-də 2 yaza bilərsiniz. Baxaq görək hansı variantda var bu cavab. Variant D-də doğru cavab var. 33 də eyni tip bir sualdır. Gəlin biz baxaq. 34-cü suala. Böhran nöqtə soruşur. Fx bərabərdir. X üstə gəl 2 kosinus x üstə gəl 2-nin. Yenə də böhran nöqtədir. Törəməni bərabərləşdirin 0-a. X-in törəməsi 1-dir. Kosinusun törəməsi mənfi sinus x-dır. Bərabərləşdirirəm 2 sinus x-imiz bərabərdir 1-ə və sinus x-imiz 2-də 1-dir. Artıq trigonometrik tənliyə gəldi. Harada 2-də 1-i alır? Sinus x 30 dərəcədə. Yəni mənfi 1 üstü k pi bölü 6 plus pi k. Bu da harada var baxaq. B variantında doğru cavab var. Növbəti 35-ci sualda nə deyir? Yenə böhran nöqtə. Fx bərabərdir. X minus 2 sinus x çıxılsın 2. Törəməni tapaq. X-in törəməsi 1. Sinus x-in törəməsi kosinus x. Bərabərləşdirək 0-a. Kosinus x-imiz bərabər olacaq 2-də 1-ə. O zaman x bərabərdir plus minus 2-də 1-ə alır 60 dərəcədə. Yəni pi bölü 3 plus 2 pi k-da. Bu da eləyəcək doğru cavab A variantı. Növbəti 36-cı suala baxaq. Deməli, 36-cı sualda maksimum nöqtə istəyir. Fx bərabərdir 2x-in kubu. Maksimum nöqtəni, funksiyanın ümumiyyətlə maksimum nöqtəsini, maksimumunu tapmaq üçün ilk addım nə olmalıdır? İlk addım funksiyanın böhran nöqtəsi tapılmalıdır. Deməli, böhran nöqtədə törəmə 6x kvadratı minus 18x üstə gəl 12. Hər tərəfini 6-ya böləcəm. X kvadratı minus 3x plus 2. Deməli, böhran nöqtə çıxacaq x minus 2x minus 1 bərabər 0-a. X-imiz 2 və 1-dir. 2 ilə 1 böhrandır. Daha sonra ədəd oxunda bu kökləri qeyd edirəm. 1 ilə 2-ni. 2-dən sağda alır bizdə qiymət, məsələn 3 qiymətini aparıb burada funksiyanın özünün törəməsində yerinə yazsam müsbət alacam. 2 ilə 1 arasında bir ədəd götürüb yazsam mənfi alacam və digər tərəfdə də müsbət. Biz danışdıq ki, əgər bir nöqtə müsbətdən mənfiyə keçirsə maksimum, mənfidən müsbətə keçirsə minimumdur. Baxın, x maksimum 1-dir. X minimum 2-dir. Sizdən maksimum, minimum nöqtə istəyərsə bunlar nöqtədir. Amma siz funksiyanın maksimumunu axtarırsınızsa, fx maksimum, onda siz maksimum nöqtəni aparıb funksiyada yerinə yazmalısınız. Yəni, x-ların yerinə 1 yazmalısınız. Bu da verəcək 2 minus 9 üstə gəl 12 üstə gəl 3. Mənfi 7, 12, 5. Bu da eləyəcək 8. Cavab C variantı. 37-ci suala baxaq. Maksimum nöqtə. Yenə eyni qaydaları təkrar etsəz, doğru cavabı alacaqsınız. Plus 4. Törəməni tapırıq. 10x üstü 4 minus 10 bərabərləşdiririk 0-a. X üstü 4 eləyir 1. Deməli, x-imiz plus 1 minus 1-dir. Maksimum minimumu tapılmış olaq. Bu cüt dərəcədən funksiyadır. Burada 1-dən sağda nə yazsaz müsbət, mənfi müsbət olacaq. İndi siz görürsünüz ki, bu mənfidən müsbətə keçib. Maksimum, bu isə minimumdur. X maksimum mənfi 1-dir. X minimum 1-dir.
Funksiyanın fx maksimumunu axtarırsınızsa, aparın x-in yerinə maksimumda 1 yazın. 10 vur. 2 üstü bircə dəqiqə. 2 vur maksimum mənfi 1 üstü 5 minus 10 vur mənfi 1 üstəgəl 4. Bu eləyəcək mənfi 2 üstəgəl 10 plus 4. Bu da cavab 12. Cavab B variantı. 38-ci suala baxırıq. 38-də deyir, hansı təklif doğrudur? Baxın, cavablara fikir versəz, artma azalma aralıqlarını tələb edir. Deməli, siz ilk öncə bunun törəməsini tapın, görün törəməsi nə verir. Ola bilsin ki, yalnız artma var, ola bilsin ki, yalnız azalma aralığı var. Törəməsi mənfi 2 sinus x üstəgəl 4-dür. İndi təsəvvür edin ki, siz buna artma aralığı tapırsınız. Nə etməlisiniz? Törəməni sıfırdan böyük götürməlisiniz. Sinus x 2-dən deyir, kiçik bərabərdir. Bəli, sinus x hər zaman 2-dən kiçik bərabər ədəddir. Amma indi eyni bir funksiyanı mənfi 2 sinus x üstəgəl 4-ü kiçik bərabər azalma aralığını tapın. X sinus x böyük bərabərdir 2. Axı sinus x heç vaxt 2-dən böyük ola bilməz. Deməli, bunun azalma aralığı yoxdur. Artma aralığı var. O da bütün oxda artandır deyirsə, bəli, Y variantında onda doğru cavab olacaq. Çünki sinus 2-dən böyük ola bilməz. 39-cu suala baxaq. Hansı deyir, yenə də təklif doğrudur. Siz yenə də ilk öncə funksiyanın törəməsini tapın. Sinus x-in törəməsi 2, kosinus x minus 4. Böyükdür bərabər 0-dan götürün. Artma aralığı axtarıram. Birinci görək varmı? Böyükdür bərabər 4. Baxın, axırda alırsınız ki, artma aralığı tapında kosinus x böyük 2. Axı kosinus x heç vaxt 2-dən böyük ola bilməz. Onda bunun artma aralığı yoxdur. 0-dan böyük bərabər götürdüyünüz törəmədə yoxdur. İndi azalma aralığını axtaraq. Kiçik 0 götürək. Kosinus x hər zaman 2-dən kiçikdir. Deməli, bunun azalma aralığı var. Bütün axda azalandır. 40-cı suala baxaq. Bu videoda sonuncu sualdır. İzahların geri qalanı digər videolarda paylaşılacaq. Deməli, bu funksiyada ən böyük qiyməti soruşur. Siz yenə də nə yazmalısınız? İlk öncə bunun törəməsini. Birincinin törəməsini vur. Bunun törəməsi bərabər 0. Bunun törəməsi edir 2x minus 4. Vur. X minus 4-ün törəməsi bərabər 0. 2x 4-dür, x 2. Amma bu onsuz hər zaman 0-a bərabər olmaq üçün deməli, bunun törəməsi nə çıxdı? Bax, bunun törəməsini bircə dəqiqə düzgün yazaq. Kök altında x-in törəməsi 1 bölünsün 2 kök altında x kvadrat. Onun törəməsini yazmamışdıq. Aha. Onda, amma bunun 0-a bərabər olma şansı yoxdur. Yalnız deməli, burada böhran nöqtə 2-dir. İndi ən böyük ən kiçik qiyməti parçada axtarırsınızsa, aparın bu nöqtəni yerinə yazın. Orada düşürmü həmin nöqtə? Bəli, böhran nöqtəmiz həmin parçaya düşür. Onda siz nə etməlisiniz? F-1-i də hesablayırsınız. Bu böhran nöqtəni də hesablayırsınız və o bir digər uz nöqtə 4-ü də. -1-i yerinə yazsaq, 1 üstəgəl 4 üstəgəl 20, 5 eləyəcək. 2-ni yerinə yazsam, 4 minus 8 plus 20, müsbət 16 eləyəcək, 4 çıxacaq. 4-ü yerinə yazsam, 16 minus 16 üstəgəl 20, kökdə 20 eləyəcək və 2 kökdə 5. Bu da eləyəcək doğru cavab ən kiçik qiymət B variantı. Videonun sizə faydası olursa, kanalı bəyənib, paylaşmağı, videolarımıza dəstək olmağı unutmayın.